Bugünkü cümə xütbəmiz qohumluq əlaqəsi haqqında, qohumlarla əlaqə haqqında olacaq. Bugün bir qədər başqa cür toxunacaq mövzuya. Bu mövzu haqqında çox danışmışıq. Cəmiyyətin nəzərində qohumluq əlaqəsi. İnşallah bu cürünə danışacaq bugünkü xütbəni. İlk öncə bir neçə dənə hədis, bir ayə oxuyum, sonra mövzuya başlayaq. Həzrəti Peyğəmbərimiz sallallahu aleyhi və səlləm hədisində buyurur, çox diqqət olunası bir hədisdir bu hədis, qohumluq əlaqəsi haqqında. Həzrət buyurur ki, hal-hazırki ümmətimə, burada olanlara və burada olmayanlara, hələ dünyaya gəlməyən, gələcək nəsillərə tövsiyə edirəm ki, bir illik məsafəni ötüb keçsə belə, yenə də qohumlarla əlaqəni kəsməsinlər. Çünki qohumluq əlaqəsi dinin bir hissəsidir. Həzrət görün nə qədər önəm verir. Deyir, burada olan ümmətə də deyirəm. Burada olmayanlara da. Yəni, gedin çatdırın o ümmətə də. Hətta deyir, hələ dünyaya gəlməyən, gələcək nəsillər var. Onlara belə çatdırarsınız ki, bir illik məsafəni qət etmək belə lazım olsa, o məsafəni qət edib, gedib qohumlarını axtarsınlar. Qohumlarla əlaqə qursunlar. Niyə? Çünki biri qohumluq əlaqəsi İslam dininin bir hissəsidir. Həm də vacib hissələrindən biridir. Həzrəti Peyğəmbər buyurur, deyir, kim istəyir ki, onun ruzisi bol olsun. Kim istəyir ki, ömrü bərəkətli olsun, qohumları ilə əlaqə saxlasın. Öz qohumlarını axtarsın, öz qohumlarını yad eləsin. Həzrət Əli əleyhissalam xütbə eləyir. Xütbədə buyurur ki, faniliyi, ölümü yaxınlaşdıran günahdan Allaha pənah aparıram. Allah bizi ondan qorusun. Bir nəfər Həzrət Əli əleyhissalama soruşur. Ya Əli, məhər ölümü yaxınlaşdıran, ölümü tezləşdirən günah da var? Həzrət Əli əleyhissalam buyurur, bəli, ölümü yaxınlaşdıran günah var. O budur ki, qohum əqraba ilə əlaqələri kəsmək. Bir insan öz qohum əqrabası ilə, yaxınları ilə deyir, əlaqəni kəssə, Həzrət Əli əleyhissalam buyurur, onun ölümü tezləşəcək, əcəli tez gələcək. Sonra buyurur, bir yerə cəm olan və bir-biri ilə əlaqə yaradan qohumlar, bir-biri ilə əlaqə yaradan ailə bir yerə cəm olduqda, Allah o ailədə olan hər bir şəxsin ruzisini artırır. Bir yerə cəm olan qohumlar yığışdılar bir yerə, Allah deyir, hər birinin ömrünü bərəkətli edir. Sonra buyurur, bir-birindən ayrılan ailə, bir-birindən ayrılan qohumlar olsalar, sonra buyurur, hətta o qohumlar təqva əhli olsalar, insanların nəzərində deyirlər ki, filan kəs təqvalı da, çox böyük təqvaya sahibdir. Deyir, hətta o şəxslər təqva əhli belə olsalar, Allah onlardan ruzilərini alar. Onları ruzi sıxıntısına salar, sonra buyurur arxasınca ki, onların ömrünü qısaldar, əcəlini tezləşdirər. Kimlər? Qohumlarla əlaqəni kəsənlər. Bir-birindən uzaqlaşanlar. Baxın, bu günləri artıq texnologiya inkişaf edib də, mən hər zaman bunun mənfi tərəfini deyirəm. Bu günləri müsbət tərəfi də var da. Qohumluğu ziyarət etməyə əlin çatmır, uzaqdır, gedə bilmirsən, imkanın çatmır, bir zəng eləyə bilərsən. Bir zənglə qohumunla əlaqə saxla, onun könlünü şad elə. Bugün o dövrdür ki, heç bir bəhanə etməyə haqqımız yoxdur. Çünki mənim imkanım yoxdur qohumu ziyarətə. Bu bəhanəyə şərait yoxdur bu günləri. Amma necə? Diqqət elə, deyir ki, əgər qohum səndən uzaqdırsa, heç bir şəraitin yoxdursa getməyə, yoxsa belə olmasın, telefon var ilə zəng eləyim, kifayətdir də, sanki ziyarət elədim, yox. Şərait var, qohum sənə yaxındırsa, get ziyarət elə. Lap uzaqdırsa, hətta hədis belə buna imkan vermir, heç uzağa. Biz özümüzə halal çıxardırıq. Həzrət Peyğəmbər dedi, bir illik məsafəni ötüb keçməklə də olsa, get ziyarət elə. Biz də bunu eləmirik də. Allah da rəhimlidir, bağışlayar bizi buna görə. Heç olmasa bir zənglə qohumu yad eləmək lazımdır. Bir dənə fikir verək, dedik, cəmiyyətin nəzərində danışacaq da bu günləri. 100 illər boyunca böyüklər bunu daha yaxşı bilir, yaşayıblar onu.
Dəyişməyən qanunlar var idi da, dəyişdi. Ailənin nizamı dəyişdi, ümumiyyətlə mən deyərdim, ailəmizin nizamı dəyişdi. Əvvəllər necə idi? Görürdün, ailədə ən azı 5-6 uşaq olardı. Bəzən ondan çox uşaq olardı. Mənim atam deyil, 13-14 uşaq olublar. Amma bugün bir dənə cəmiyyətə bax, ən çox ikisi ilə kifayətlənirlər. Nə deyirik? Rahatlıq istəyirik. Deyirik ki, azın qayğısı da az olar. Bunu düşünürük. Da düşünmürük ki, əmisiz, dayısız, xalasız, bibisiz uşaqlar böyüdürük biz. Hələ, gör nə vəziyyətdir, bu yaxşı tərəfidir. Bundan da acısı var. Evdə tək uşaqlar böyüdürlər. Qardaşsız, bacısız. Evin bir dənə uşağı var. Nə qardaşı var, nə bacısız. Belə bir uşaqlar böyüdürük. Da düşünmürük ki, o təklik uşaq üçün nə qədər çətin olacaq, nələrdən məhrum olacaq. Çünki hər bir tək uşağın bir təkliyi, tənhalıq qorxusu olur da. Cəmiyyət bir buna fikir vermir. Fikir verirsiniz də, cəmiyyətdə görürsünüz. Azlığa doğru gedirik. Ailələr az uşaqla qane olurlar. Ən gözəl bəhanə nədir? Mənim o qədər problemim var, mən onu böyüdə bilmərəm. Allah isə Quranda deyir ki, övlad gəlməmişdən öncə ruzini göndərirəm. Onun ruzini mən yazmışam, sən ruziyə görə narahat olma. Bəhanə gətirmə onu. Bunu deyirik. Amma ciddi araşdıraq, bu qohumluq əlaqəsi ki, kəsilib var. Bir dənə ciddi araşdıraq. Məlum olacaq ki, hər kasıbın, hər imkansızın bir dənə imkanlı qohumu var. Onu təmin eləyə biləcək qohumlar var. Deməli, məsələ nədir? Maddiyyat məsələsi də deyil. Bu qohumluq əlaqəsinin kəsilməyində ən böyük problem münasibətdir. Qohumlarla münasibət. Hələ qədimdən necə idi? Ölkəmizdə belə bir ənənə var da, mənim atam danışardı. Kənd yerində böyüyüblər də. Deyir, görərdi biri kasıbdır, el, oba, oyma, hamı yığışardı. Dərhal deyir, onun problemini aradan qaldırardıq. Yeməyə ehtiyacı vardı, yemək verərdilər. Dərmana ehtiyacı vardı, aparıb dərmanını verərdilər. Deyir, hətta o vəziyyət idi, kənd dövrü olub da, kənd həyatı olub. Deyir, görərdilər birinin dolanışığı yoxdur, bir inək alıb verərdilər. Deyərdilər, bunun südündən, qatığından istifadə edilər. Qoymazdılara acınacaqlı vəziyyətdə olan insan olsun. Hələ qohum deyil da, bu el-oba idi. Amma bir önce baxırsan, qohumda nə qədər acından ölən var. Vəziyyəti evsiz, eşiksiz var, dərmana ehtiyacı olan var, sıxıntı içində yaşayan var, amma imkanlı qohumdan onları görməzdən gəlir. Heç halı ilə belə maraqlanmır. İmam Baqir ağa buyurur hədisdə. Deyir, ey ümmət, qohumlarla əlaqə yaratmaq sizin yaxşı əməllərinizi paklayacaq. Yəni, əməllərinizdə olan nöqsanları aradan qaldıracaq. Əməllərinizin qəbul olunma dərəcəsini artıracaq. Sonra deyir, sizin mal dövlətinizi artıracaq. Var dövlətinizi artıracaq. Sizə gələcək bir ağır, şiddətli bəla var ha. Qohumları axtarmaq onun qabağını kəsəcək. Siz deyir, fərqində deyilsiniz. Başınıza nə qədər bəla gələ bilərdi. Bir qohumu ziyarət etməklə Allah o bəlanın qarşısını alır. Və ən əsası, qiyamətin günündə hesabımızı yüngülləşdirəcək, əcəlimizi təxirə salacaq. Görün, nə qədər xeyri var. Bir dənə hadisəni danışım, sizə olmuş bir hadisə deyə, bir neçə gün bundan öncə mənə danışdılar. Elə gördüm mövzuya uyğundur, dedim, sizə də deyim də buna. Bir yaxınım danışır. Deyir, mənim bir tanışımdır, doğulduğu rayona toya çağırırlar onu. Dəvət ediblər. Deyir, əyləşib avtobusa, yanında da bir dənə cavan oğlan, 18-19 yaşında. Oturub onun yanında. Deyir, yola düşdü elə, səfər başladı. Deyir, biraz nəmin qəzetlə, telefonla, filanla başımı qatdım, deyir, yoruldum. Deyir, elə yanımdakı insandan başlarım münasibət qurmağa, ünsiyyət qurmağa ki, biraz söhbət edin, biraz dərdləşim. Deyir, elə biraz söhbət elədirik, söhbət əsnasında məlum oldu ki, hər ikimiz eyni rayona gedirik. Eyni rayon qalsın bir qırağa, hər ikimiz eyni kəndə gedirik. Deyir, biraz da söhbəti dərinə apardıq. Gördük, ikimiz də eyni toya dəvət almışıq. Eyni toya gedirik. Deyir, içimdə nəsə bir hiss yarandı ki, bu nəsə mənə bir yaxın deyə. Deyir, onun atasının adını soruşdum. Sənin atanın adı nədir? Deyir, filan kəs. Deyir, dondum, qaldım. Deyir, sən demə, mənim yanımda əyləşən mənim əmimin oğludur. Əmisinin oğludur. Vallahi billahi olan bir şey danışıram sizə.
Deyir, dondum, qaldım, deyir, neçə illərdir. Deyirəm ki, gedəcəm, onları ziyarət eləyəcəm. Amma hər dəfə bir dənə bəhanə tapıb uzaqlaşırdım. Deyir, mən gedərəm də, sonra gedərəm. Bir o anda utandım. Ki, gör mən nə vəziyyətə gəlmişəm ki, öz doğmaca əmmin oğlunu tanımıram. Bu gün cəmiyyətdə nə qədər insan var elə? Nə qədər insanlar var? Dərinə geçsə, əmmimizin oğlunu tanıyarıq, onun oğlunu tanımarıq. Bibimizin balasını tanıyarıq, onun balasını tanımarıq. Cəmiyyət görün nə hala qalıb. Belə bir fikir var da, bizi qohumlardan uzaqlaşdıran cəmiyyətin büyük yanlış düşüncəsidir. Belə bir fikir gəlib ki, gərək birinin evinə ziyarətə gedəndə nəsə alıb aparaq, alış-veriş eləyək. Açıq danışaq da, hamımızın müəyyən qədər imkanı var da, hər dəqiqə gücümü satmır onu eləməyə. Cəmiyyətdə elə bir fikir formalaşıb ki, gələk alış-veriş eləyək. O qonaq qəbul edən yazıqda gələk gündəlik həyatından çıxsın qırağa, bir dənə dəmli dəstgahlı süfrə hazırlasın. Hər ikisinə maddiyyat lazımdır. Buna görə qohumlar bir-birindən uzaq qalıb. Amma İslam dini nə deyir? İslam dini bu qaydaya tamamilə ziddir. Ziddir. Deyir, qohumuvu necə ziyarət elə? Deyir, gözəl bir təbəssümlə qohumuvu axtarmaq ən böyük savablardandır. Həzrəti Peyğəmbər buyurur. Deyir, bir içim su ilə də olsa qohumuvu ziyarət elə. Bir içim su ilə də olsa get qohumuvu axtar. Onu yada sal. Və sonra buyurur. Qohum, əqraba və yaxınlara qarşı ən gözəl yaxşılıq odur ki, onlara əziyyət verməyəsən, onları narahat etməyəsən. Necə? Sözlə yara vurmayasan onlara. Axtarmırıq bir qırağa, bugün qohum qohuma nə qədər sözlə yara vurur. Nə qədər onların qeybətləri gedir. Hələ ziyarət eləmirik, bir qeybətlərini də eləyirik. Bir yara da vururuq, abırlarını da aparırıq. Ancaq belə işlərlə məşğuluq. Söhbətimi inşallah sona gətirirəm. Özümə söz vermişəm, bir neçə cümədən bir də olsa bu mövzuya toxunum. Ən yaxın qohum əqraba deyəndə elə insanın ata-anasıdır da. Bugün nə qədər atalar, nə qədər analar övladlar tərəfindən qocalar evinə atılıb. Kimsəsizlər evinə atılıb. Gözləri yoldadır, vallah. Gözləri yoldadır, bəlkə övladım gələr. Məni buradan aparar. Yəni, ən acısı nədir? Ən pisi də budur ki, aparmaq bir qırağa. Bəziləri gözlür ki, bəlkə bir övladım gələr, bir onu qucaqlayaram, bir isti nəfəsini hiss eləyərəm. Buna belə ehtiyacı olan ata-analar var o kimsəsizlər evində. Övlad atıb gedibdir. Mən nə qədər belə hadisələr danışmışam sizə. Övlad ayılır, amma gec olur. Ya ata, ya ana dünyasını dəyişir. Övlad ondan sonra nə qədər can açara da xeyri yoxdur. Ata-ana dünyada deyil. Nə qədər yaşlı nənə babalarımız var, bizim qohumlarımız da. Gedib onları axtarmırıq. Bizi görməyə o qədər ehtiyacları var ki, amma biz onları ziyarətə getmirik. Nəvələrinin, nəticələrinin yolunu gözləyirlər, yaşlı adamdılar da. Deyir, bir dərdləşərəm ondan. Bir söhbət eləyərəm, bir qucaqlayaram, bir salama möhtac qohumlarımız var, vallahi billahi. Amma biz gedib onları ziyarət eləmirik. Bir səmimiyyətə möhtac qohumlarımız var, biz gedib ziyarət eləmirik. Mən buna hər dəfə deyirəm, belə yeridir. İnsan vallahi çox gözəl namazlar qıla bilər. Uzun-uzadı namaz qılar, oruclar tutar, nə bilim, gecələri səhərə kimi ibadət edirlər, gecə namazları qılar. Amma gedib qohumunu axtarmayandan sonra, vallahi billahi, ona mömin demək düşmür. Doğru deyil. Çünki Allah Quran-ı Kərimdə öz haqqından sonra valideynin haqqını, ondan sonra da qohumların haqqına riayət eləməyə əmr edir bizə. Digər ayə bilirsiniz nə deyir? Qohumların ziyarət etməklə yanaşı, təqvanı Allah bir yerdə qərar veribdir. Quran-ı Kərim ayəsi deyir, hər kəs silə-i rəhm etməsə, qohumluq əlaqəsini kəssə, təqva barəsində də əmrə əməl etməmiş olur. Yəni, qohumlarla axtarma, dinən təqvalıyam. Mümkün deyil. Ona elə dedim, gözəl namaz qılarsan, gözəl oruc tutarsan, gecə namazları qılarsan, yaxşılıqlar eləyərsən, xumus verərsən, zəkat verərsən, qohumluğu axtarmasan, sənə heç kim təqvalı deyə bilməz. Allah da səndən təqvalı insanın bir xüsusiyyəti var, bir əməlləri var, onu qəbul eləməz. Ona elə gedək qohumlarımızı ziyarət eləyək, qohumlarımızı axtaraq. Mən keçən dəfə danışanda bunu demişəm deyə də toxunmuram çox.
Ola bilər qohum bizdən inciyib, qohum bizdən küsüb. Biz gedək. Səhv eləmirəmsə, İmam Baqir ağa deyə İmam Cəfər Sadiq əleyhissalamdadır. Ömrünün son anıdır, son nəfəsini verir. Deyir, gedin mənim əmim oğluna 70 dinar pul verin. Yaxınlara deyir ki, o ki sənə bir ömür əziyyət verib. O ki sənə bir ömür əziyyət verib, imam deyir, aparın ona 70 dinar pul verin. İmam deyir, istəmirsiniz ki, Allah məndən razı qalsın. Sual verir, necə yəni? Deyir, Allah bəndədən o halda razı olur ki, qohum ondan inciyə, yaxın ondan inciyə, sən ona tərəf addım atasan. O səni incidə, sən ona tərəf addım atasan. İmam deyir, Allahın razılığı ilə oradadır. Allahın bizdən istədiyi budur ki, qohumlarla əlaqəni qoruyub saxlayaq. Onları axtaraq. Xoş gündə, ağır gündə, dərdli gündə onları ziyarət eləyək, bir yerdə olaq.